İmam Hüseyin'den nəql edilmişdir. Bir gün babam Allahın Rəsulunun xidmətinə gəldim və Übey ibn Kəb də orada idi. Allahın Rəsulu dedi: "Xoş gəldin ey Əba Abdullah, ey göylərin və yerin zinəti." Üvey soruşdu: "Sən peyğəmbər olduğun yerdə səndən başqası necə göylərin və yerin zinəti ola bilər?" Peyğəmbər buyurdu: "Məni həqiqətən peyğəmbər təyin edən Allaha and olsun ki, Hüseyn ibn Əlinin göydəki məqamı yerdəki məqamından daha yüksəkdir və ilahi ərşin sağ tərəfində onun haqqında yazılmışdır. Hüseyn hidayət çırağı, nicat gəmisi, möhkəm bir imam, şərəf və izzət mənbəyi, elm və xəzinə dənizidir. Salam olsun İmam Hüseynə və onun aşiqlərinə." Sen bir ayrı alemdi, Hüseyin bir ayrı dünyadı.